Deyirəm, həqiqətən də elə qadınlar var ki, o qədər ağıllıdılar ki, hətta həbs olunan ərlərindən belə xeyir tapırlar. Yəni bu da bir bəxtdir, bu da bir bacarıqdır. İndi deyəcəksiniz, məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, artıq bir neçə gündür dünyanın bütün media qurumlarında, manşetlərində müzakirə olunur. Nicolas Maduro'nun, yəni Venezuelanın prezidentinin Amerika Birləşmiş Ştatlarının hərbiçiləri tərəfindən ələ keçirilməsi zamanı baş verən hadisələrin detalları indi ortaya çıxır. Sən deməm, tapşırıq olub ki, ancaq Maduro'nu götürün, gətirin Amerikaya. Amma Maduro'nun arvadı Silvia Flores isə yalvarıb yaxarıb hərbiçilərə deyib ki, ərim harda, mən də orada. Deyirəm, qadında ağla bax. Bu Green Card'ın oynanılmayan vaxtı, bu vəziyyətin böhranlı, kritik olan vaxtı ağlını işlədib, deyib ərim hara gedir, mən də ora gedirəm və gedib çıxıb Amerikaya. Bir öyrənək biz də, tətbiq eləyək.